Deyir ki, وَإِذَا أَبْغَضَ عَبْدًا دَعَ جِبْرِيلَ فَيَقُولُ. Deyir ki, əgər Allah bir qula nifrət edərsə, əgər bir qula qəzəbi tutarsa, deyir ki, inni və deyər ki, fəyəqul, yəni Cibril əleyhissalamı çağırar və deyər ki, inni ubğidu fulanən fəəbğidhu. Deyir ki, mən filan kəsə nifrət edirəm, sən də ona nifrət et, Allah qorusun. Yəni insan Allahın nifrətinə düşməsindən. Deyir, fəyubğidhu Cibrilu. Cibril ona qəzəblənər. Summa yunadi fi əhli səmə. Və sonra deyir, səma əhlini çağırar. İnnallaha yubğidu fulanən fəəbğiduhu. Deyir ki, Allah filan kəsi, yəni Allah filan kəsə qəzəbi tutub, nifrət edir ona, qəzəbi tutub. Deyir, siz də ona qəzəblənin. Fəyubğidunehu. Deyir ki, onlar da ona qəzəblənərlər. Summa tuda'u lehu el-baghda'u fil-ard. Sonra deyir, həmin insan üçün yer üzərinə nifrət qoyurlar. Yəni insanların qəlbindən ona qarşı olan sevgi götürürlər. Allah korusun. Yəni, burada da Allah Azze ve Celle'nin qəzəb sifəti var. Eyni məhəbbət sifəti haqqında dediklərimizi də qəzəb sifəti haqqında deyir ki, onu zahiri ilə ispat edir ki, həqiqətən Allah qəzəblənir. Amma təhrif edənlər nə deyir ki, iradətul intiqam. Quldan intiqam almaq istəməsidir. Biz deyirik ki, bu təhrifdir. Bu Allahın ayətlərini təhrif etməkdir.